Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videomuzun mövzusu Avropada olan təqaüdlərlə əlaqədardır. Təqaüdləri necə seçmək lazımdır, hansı təqaüdlər sizin üçün daha yaxşıdır və ümumiyyətlə bu təqaüdləri qazanmaq üçün də siz nə edə bilərsiniz? Ümid edirəm bu video sizin üçün çox faydalı olacaq. Əvvəlcədən xahiş edirəm qəşəng bir dənə like qoyun, altdan şərhlərinizi yazın, dostlarınızla paylaşın bu mövzunu, bu videonu daha doğrusu, həm də mövzunu təbii ki. Və ən əsası da kanala abunə olub zınqrov düyməsini basın. Qoyun daha çox adam bizi görsün, sayımız artsın. Dost-tanışlarınız da kim ki xaricdə təhsillə maraqlıdır, onları bizim kanalla tanış eləyin, qoyun onlar da baxıb abunə olsunlar, sayımız artsın. Deməli, təqaüdlərlə əlaqədar danışanda hansı təqaüdü seçməli olduğumuz məsələsinə gələndə bir neçə dənə məsləhətim olacaq. Ümumiyyətlə biz bilirik ki, böyük ehtimal ki, Azərbaycandan Avropaya və yaxud da ümumiyyətlə də xaricə fərqi yoxdur, ABŞ-a, Kanadaya, digər ölkələrə ümumiyyətlə gəlib təhsil almaq istəyən tələbələrin böyük əksəriyyəti böyük ehtimal ki, təhsil alıb elə bu ölkələrdə də qalmaq istəyir. Və belə olan halda da mənə elə gəlir ki, sizə elə tipli təqaüdlər lazımdır ki, o təqaüdlər sizi bütün burada olan nə istəyirsiniz onlarla təmin eləsin və eyni zamanda da sizə şərait yaratsın ki, təhsilinizi bitirəndən sonra burada qalasınız. Əks halda böyük ehtimal ki, sizin üçün təqaüd bir o qədər də yəni ki, böyük əhəmiyyət kəsb eləməyəcəkdir. Əgər yəni ki, təqaüdü alacaqsınız, okey, burdakı həyatınızı təmin eləyəcəksiniz, amma sonra da məcbur olacaqsınız ölkəyə qayıdasınız, Azərbaycana təzədən qayıdasınız. Belə olan halda o təqaüdlər böyük ehtimal ki, sizin xeyrinizə yaramır. Məsələn, elə tipli təqaüdlərə mən məsələn Chevening təqaüdünü misal çəkə bilərəm. İngiltərədə olan, Böyük Britaniyada olan. Məsələn, bu təqaüdün ən mühüm şərtlərindən biri odur ki, gəlirsən İngiltərəyə oxuyursan və oxuyandan sonra da qayıdırsan təzədən ölkəyə. Yəni sənə şans yaratmırlar da ki, Böyük Britaniyada qalıb həyatını davam eləyəsən, karyeranı davam eləyəsən və mən bildiyim qədərilə deyəsən ödənişi geri qaytarmaq kimi imkan da yoxdur. Yəni nə mənada? Bəzi təqaüdlər var ki, sənin məsələn də xaricdə oxuyanda sənə təqaüd elə ki verir, səni təqaüdlə təmin eləyir, amma ondan sonra da deyir ki, qalırsansa ölkədə təqaüdü təzədən bizə qaytar ki, bundan sonra da qala biləsən. Əks halda qalmağa icazə vermirlər. Amma Cheveningdə mən bilən belə bir imkan da yoxdur. Belə buna da görə də Chevening tipli təqaüdlər mənim fikrimcə sırf xaricdə qalıb davam eləmək istəyən karyerasını adamlar üçün o qədər də əlverişli deyil. Və elə mənim fikrimcə də təqaüdü seçəndə ən birinci kriteriya da, əgər təbii ki, orada qalmaq istəyirsinizsə də, bu gedəcəyiniz ölkədə qalıb davam eləmək istəyirsinizsə, ona fikir verməlisiniz. Daha sonra təqaüdləri axtaranda ən çox fikir verəcəyiniz məsələ nədən ibarətdir ki, təqaüdlər çox zaman universitetin saytının özündə ola bilər. Təbii ki, daha ətraflı olaraq da hər universitetin öz saytından araşdıra bilərsiniz. Bəlkə ola bilər ki, universitetin özünün ayrıca təqaüdü var. Bəlkə ola bilər ki, dövlətin təqaüdü var, o universitetə də şamil olunur. Və yaxud da ola bilsin ki, hansısa bir dənə xüsusi bir QHT falan var, onun təqaüdü olsun. O da o universitetə şamil olunur və o təqaüdü alıb o universitetdə oxuya bilərsiniz. Təqaüdlər də fərqlidir, özünüz bilirsiniz ki, bəzi təqaüdlər sizi sırf ancaq təhsil haqqından azad eləyir, bəzi təqaüdlər isə sizə ola bilər ki, gündəlik yaşayışınızı təmin eləyəcək qədər də pul versin. Hər ayda məsələn ola bilər bu. Yəni bu təqaüddən təqaüdə yenə də deyirəm fərqlənir. Mən özüm şəxsən Estoniyada oxuduğum dövrlərdə təqaüd alırdım, Dora Plus adında təqaüd, amma bu təqaüd sırf aylıq stipendiya şəklində mənə verilirdi. Yəni bu təqaüd məni təhsil haqqından azad eləməmişdi qəti şəkildə. Və təbii ki də diqqət yetirəcəyiniz ikinci kriteriya da sırf bu olmalıdır ki, bu təqaüd sizin bütün xərclərinizi mi ödəyir, yəni həm təhsil haqqını, həm də gündəlik xərclərinizi mi, yoxsa ancaq ikisindən birini ödəyir. Yəni bu məsələlərə də diqqət eləyəcəksiniz təqaüd seçəndə. Və təbii ki də bu Avropada olan ən belə yüksək səviyyəli təqaüdlərin də bir çoxsunun da fərqli-fərqli şərtləri ola bilər. Ümumi ən vacib şərtlər bundan ibarətdir ki, yəni başqa sözlə bu şərtlər sizdə olsa, istənilən təqaüdü almaq şansınız sizin həddindən artıq yüksəlir. Bu şərtlər nədir? Ortalamanızın yüksək olması, bir də motivasiya məktubunuz. Hətta məsələn digər şeylər, məsələn IELTS sertifikatının yüksək olması falan. Mən deyərdim ki, o qədər də böyük təsir eləmir. Düzdür, şərtlərin içərisində 100% olacaq. Çünki siz əgər gedib orada ingilis dilində təhsil almaq istəyirsinizsə, ki, ölkələrin də böyük əksəriyyətində belədir. Bir də məsələn Fransanın Almaniyaya çıxmaq şərtilə, amma mən bilən Fransanın Eyfel təqaüdünü belə ingilis dilində, yəni təhsil üçün də almaq mümkün olur. Belə alan adamları tanıyıram həqiqətən də. Bax ona görə də belə şeyləri də nəzərdə saxlayacaqsınız. Bəzi təqaüdlər, məsələn İsveçin Visby təqaüdündən söhbət açım. Düzdür, Azərbaycanlılar üçün mən bilən indi bu dəqiqə artıq o təqaüd açıq deyil. Bizdən tələbə qəbul eləmirlər, amma eyni zamanda yenə də o vaxtı
Mənim yadımdadır ki, mən ora müraciət eləyəndə məndən 1 ya 2 illik iş təcrübəsi falan da istəmişdilər. Mənim belə yadımdadır yəni. Yəni belə təqaüdlər də var. Yəni hər təqaüdün özünə məxsus xüsusi bir şərti ola bilər və bəzi şeylərdə də, məsələn təqaüdlərdə də belə bir şərt də qoyula bilər ki, siz tamamilə təminatsız bir adam olmalısınız. Yəni bəzən mənə biraz qəribə gəlir. Mənim başım çıxmır ki, bu təqaüdlər bomujlara mı ancaq şamil olunur? Çünki məsəl üçün mənim bir qrup yoldaşım var idi, Azərbaycanda bir yerdə oxudum. Həmin bu uşaq universiteti bakalavra bitirəndən sonra magistr üçün İtaliyaya getdi oxumağa. Getdi nəsə təhsilinə başladı, amma cəmcə 1-2 ay qaldı orada. Mən də hardasa onun axırıncı dəfə bir danışandan sonra da bir həftə sonra da onunla danışmışdım. Elə bil ki, ən birinci dəfə onunla danışanda o hələ də İtaliyada idi, gedib gəzirdi oranı buranı. Bir həftə sonra mən buna yazdım ki, qardaş hardasan, nə edirsən, nə işlə məşğulsan? Mənə dedi ki, mən indi bu dəqiqə Şəmkirin, nə bilim, filan kəndindəyəm də. Uşaq Şəmkirdən idi özü. Dəli oldum, dedim ki, kişi, nə Şəmkirin kəndi, bəs sən İtaliyada deyildin, oxumurdun sən. Mənə dedi ki, yox da o qayıtmalı oldum, təqaüd vermədilər. Nəsə öyrəndim ki, təqaüdü sizdə mən nəyə görə verməmişdilər. Elə bil ki, bu İtaliyaya getmişdi, təhsilinə başlamışdı. Başlayandan sonra da təqaüdə müraciət eləmişdi ki, oradakı yaşayışını və təhsilini bir növ maliyyələşdirsin. Amma buna qayıdıb demişdilər ki, sənin Şəmkirdə, nə bilim, filan evim var, o da babasından qalma bir ev idi, yəni vərəsəlik yolu ilə. Yəni başqa sözlə demişlər ki, sən təminatsız adam deyilsən də, ürəyin istəsə gedib o evi satıb burdakı təhsilini maliyyələşdirə bilərsən də. Yəni beyinə bax da, yəni ciddi-ciddi gözləyirlər ki, bu adam getsin, evini satsın, elə maliyyələşdirsin təhsilini. Yəni ki, belə təqaüdlə gəlib oxumasını rəva bilmirdilər. Elə ona görə də o uşaq qayıtmalı olmuşdu. Yəni başqa sözlə sözümün soku, canı, ruhu nədən ibarətdir ki, hər bir təqaüd özünə məxsus xüsusi cəhətləri, xüsusi belə deyək də, şərtləri özündə cəmləşdirə bilər. Yəni xüsusi özünə məxsus şərtləri ola bilər başqa sözlə. Bundakı təbii ki, bitən bütün təqaüdlərdən araşdırmalısınız. Da ən çox da mən sizə məsləhət görərdim, işinizi az asanlaşdırmaq üçün əvvəlcədən bir fikirləşin, hansı ölkələrə getmək istəyirsiniz, hansı universitetlər sizin marağınızı daha çox çəkir və həmin universitetlərdə də girib baxasınız ki, orada nədir onun adı, yəni universitetin özünün verdiyi və ya da dövlətin özünün verdiyi təqaüdləri var yoxsa yox. Yəni bu şeylərə diqqətlə nəzərdən keçirməlisiniz. Bu şeylərə diqqət yetirməlisiniz. Əks halda bir balaca yəni ki, çətinlik deməyək, amma belə də yəni anlaşılmaz bir vəziyyətə düşə bilərsiniz. Ondan sonra da yəni ki, elə bu uşaq kimi ola bilərsiniz də. Hansı İtaliyaya getdi bəhbəhlə oxumağa. Orada da qayıdıb buna belə bir söz dedilər, o da qaldı yəni ki, suyu süzülə-süzülə gəldi Şəmkirə. Bax belə, yəni ki, belə şeyləri nəzərə alacaqsınız. Söhbətimin əvvəlinə qayıtsam, orada məsələn mən dedim ki, təqaüd almaq üçün ən mühüm şeylərdən biri ortalamadır, bir də motivasiya məktubu. Motivasiya məktubunun burada əhəmiyyətini çox adam bir balaca kiçildir. Bilmirəm nəyə görə. Amma əslində isə motivasiya məktubunun önəmi həddindən artıq çoxdur. Nəyə görə? Çünki bağışlayın da, yəni mənə o təqaüdə sizdən başqa bəlkə də bir yüzlərlə adam, bəlkə də minlərlə adam müraciət eləyir. Çünki o təqaüd, ümumiyyətlə o universitetə gəlib, o ölkəyə gəlib dünyanın dörd bir yanından oxuyurlar da. Yəni siz də gedib oxuyursunuz, nə bilim İndoneziyadan, Nigeriyadan, Pakistandan olan da kimsə gedib oxuyur. Və aydın məsələdir ki, rəqabət burada güclüdür. Və belə olan halda da siz onlardan nəyləsə seçilməlisiniz. Bu sizin ya ortalamanız ola bilər. Ortalama da açığı deyim Azərbaycanda mən bilmirəm də. Məsələn, mənim oxuduğum universitetdə ortalama məndə çox yaxşı olmuşdu. 93,4. Amma məsələ bundan ibarət idi ki, bizdə universitetdə bir balaca uşağı sıxışdırmırdılar da. Yəni ki, dərsini yaxşı danışdısa, suallara cavab verdisə, 9-unu, 10-unu yazırdılar. Bəzən bizdə məsələn 9 yazırdı müəllim. Biz gedib spor eləyirdik ki, ay müəllim 9 niyə yazırsan? Niyə ədalətsizlik eləyirsən mənə? Götür onu 10 elə. Belə-belə də bizim ortalamamız artırdı. Yəni ortalamamız çox yüksək olur. Çox nadir hallarda olurdu ki, məsələn də mən imtahana 50 balla girməyim də və yaxud da azı 45 balla girməyim. Yəni çox nadir hallarda belə şeylər olurdu. Belə ona görə də yəni mənim ortalamam yaxşı çıxmışdı. Amma Azərbaycanda hər universitetdə belə şeylər yoxdur. Hər universitetin özünə məxsus ağır qaydaları var. Bəzi universitetlərdə mən bildiyim qədərilə heç düz əməlli başlı qiymət də yazmırlar. Elə hamıya 2, 3 bəzən 0, 1 falan belə doldururlar. Onun üçün də bir çox adamın ortalaması aşağı ola bilər. Ona görə də ortalamaya diqqət yetirəcəksiniz. Bu həddindən artıq vacibdir. Ortalamanız azdırsa təqaüdlərə yenə də müraciət eləyə bilərsiniz, amma
şansınızın çox da yüksək olacağını düşünmürəm. Mənim fikrimcə bir balaca ucuz bir ölkədə, mənim fikrimcə Şərqi Avropa ölkələrində gedib yaxşı təhsili ala bilərsiniz. Oradan da başlayıb artıq həyatınızın gələcəyini, yəni belə təmin edib keçə bilərsiniz. Yəni mütləq şəkildə elə başlanğıcdan təqaüd almağınıza ehtiyac yoxdur. Motivasiya məktubu məsələsinə isə gəlincə, motivasiya məktubunda sizin qeyd eləyəcəyiniz bir neçə dənə məsələ olmalıdır ki, bu məsələlər sizin təqaüd alma şansınızı həddindən artıq yüksəldir. Birinci təbii ki, adından da göründüyü kimi sizin motivasiyanız olmalıdır. Yəni ki, bax bu təqaüd proqramına niyə müraciət eləmisiniz? Hə, nə bilim də, burada yaza bilərsiniz ki, mən bu universitetin tarixini araşdırmışam, bu universitetin tarixində filan şey məsələn mənim xoşuma gəlib. Məsələn deyə bilərsiniz ki, filan universitet 18-ci əsrdə filan şey elədi və o hadisə təhsil sektorunda ilk oldu və mən də ona görə belə bir universitetdə oxumaq mənim üçün həddindən artıq və yaxud da nə bilim belə bir adamın adını daşıyan təqaüdü qazanmaq mənim üçün həddindən artıq böyük bir şans ola bilər. Yəni böyük bir şərəf ola bilər. Çünki bəzi təqaüdlər adamların adları ilə də adlandırıla bilər. Yəni ki, hansısa bir adamın şərəfinə qoyulmuş bir təqaüd ola bilər. Məsəl üçün Erasmus təqaüdü və yaxud da Erasmus proqramı özürlükdə Erasmus kim olub? Erazm deyirlər də bizdə. Rotterdamlı Erazm filosof olub. Bax o filosofun şərəfinə adlandırılıb həmin o proqram və təqaüd. Məsələn belə tipli şeylər yaza bilərsiniz ki, hə, nə bilim, belə bir adamın adını daşıdığı təqaüdü almaq mənim üçün çox yaxşı olardı və bir də ki, məsələn də nə yeni bir şey gətirəcəyinizi deməlisiniz. Məsələn də burada oxuyub sonra nə edəcəksiniz? Və bu həddindən artıq önəmlidir. Məsələn mən hüquq fakültəsində oxumuşdum burada və mən öz motivasiya məktubunda yazmışdım ki, mən məsələn gələcəm bu universitetdə oxuyacam, siz də mənə yəni təqaüd versəz, yaxşı şəkildə özümü maliyyələşdirəcəm və oxuyacam. Orada yaxşı hüquqşünas olub gəlib öz ölkəmdə insan haqlarını məsəl üçün müdafiə eləyəcəm. Amma məsələn belə bir şey yazmışdım ki, həqiqətən də bunlar görsünlər ki, məndə çox güclü bir motivasiya var və mən həqiqətən də burdan öyrəndiyim bilikləri gedib sonra hardasa yaxşı bir yerdə tətbiq eləyəcəm məsəl üçün. Və təbii ki, belə bir şey olmadı. Mən təbii ki, Azərbaycana gedib təzədən orada hüquqşünas işləmədim ki, kiminsə də haqlarını müdafiə eləyim. Mən indi bir dəqiqə Estoniyadayam, tamamilə hüquqdan fərqli bir sahədə işləyirəm, amma bu təbii ki, mənim həyatımda baş verən fərqli hadisələrin nəticəsində olmuş bir şeydir. Bunun sırf yəni ki, bu təqaüdə falan çox da əhəmiyyəti yoxdur. Amma yenə də sözümün canı nədədir yenə də onu demək istəyirəm ki, motivasiya məktubunda bax belə tipli şeylərin yazılması həddindən artıq vacibdir və indiyənə qədər də olmuş öz nailiyyətlərinizdə yaza bilərsiniz. Məsəl üçün qayıdıb yaza bilərsiniz ki, hə, mən məsələn də tutalım 2-ci kursda filan projedə iştirak eləmişəm və həmin projedə alınan nəticələr filan yaxşı nəticələrə gətirib çıxartdı. Hə, və məsələn belə tipli şeylər deyə bilərsiniz. Nailiyyətlərinizi yaza bilərsiniz. Məsələn də bu 4 ildir məsəl üçün oxuyursunuz bakalavr dərəcəsi və yaxud da nə bilim məktəbdə oxumusunuz 11 il. Neynəmisiniz də qardaş və yaxud da həmin o təhsildən kənar nə kimi fəaliyyətləriniz olub? Bax bu tipli şeyləri həmin o motivasiya məktubunda bildirmək olduqca önəmlidir ki, sizin təqaüd almaq şansınız da çox böyük olsun. Hələlik paylaşa biləcəyim məlumatlar bundan ibarətdir. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Daha ətraflı məlumat almaq istəyirsinizsə bütün təqaüdlər barəsində ki, Avropada hansı təqaüdlər var. Təbii ki, bir videoda mən bir-bir bütün bu təqaüdləri sadalaya bilmərəm. Bu bir. İkincisi də ki, o təqaüdlərin bəlkə də bir 90% barəsində mənim də xəbərim yoxdur. Məsəl üçün Çexiyada nə bilim kiminsə adına nə bilim olan bir təqaüddən mənim təbii ki, xəbərim olmayacaq. Çünki o qədər də məşhur bir təqaüd deyil. Amma məsələn Visby'dir, Çivningdir, Eyfel təqaüdüdür. Bu tipli təqaüdlər həddindən artıq məşhurdur deyə onlar haqqında da az çox məlumatımız var. Ümumi olaraq isə dediklərimin demək olar ki, hamısı bütün təqaüdlərə aiddir. Amma təqaüdlərin yenə də dediyim kimi xüsusi özünə məxsus cəhətlərini araşdırmaq istəyirsə, bax bu saytdan girib onları daha ətraflı araşdıra bilərsiniz. Elə bil ki, hər bir link sizi fərqli bir səhifəyə aparacaq. Hər bir ölkəyə məxsus təqaüdləri orada görə bilərsiniz. Ümid edirəm yenə də video sizin üçün faydalı oldu. Mənlə fərdi əlaqəyə keçib məndən seanslar götürmək istəyirsinizsə, fərdi söhbət üçün ki, sizə nə kimi köməklik lazımdır, xarici təhsil və ya da yaşam məsələləri ilə əlaqədar, motivasiya məsələləri ilə əlaqədar, həyatda ola bilsin ki, nə bilim də hara gedəcəyinizi bilmirsiniz, ixtisas seçimində probleminiz var və sair və ilaxır belə tipli məsələlərlə əlaqədar sizə məsləhət verməyə, sizə real olaraq kömək eləməyə hazıram. Ya bu e-mail ünvanı ya da ki, bu Instagram hesabına yazın. Mənə fərdi əlaqəyə keçin, sizlə seanslar təşkil edək, seanslarda oturub danışaq və istədiyiniz sizə bilikləri verim, istədiyiniz məlumatı verim və məndən istədiyiniz şeyi soruşasınız. Həqiqətən də mənim sizə verəcəyim məsləhətlərdə çox böyük bir fayda tapa bilərsiniz. Əvvəlcədən bir də onu deyim ki, bu xidmət pullu olacaq, ona görə də yazmamışdan əvvəl bir baza bunu da nəzərə alın.
və hər bir şey qaydasında getsin. Necə deyərlər, şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Ümid edirəm video sizin üçün faydalı oldu. Özünüzə yaxşı baxın. Allah amanında.